Müdür, dırnağım qırılıb. Mənə icazə verin, gedim də, nə var? Sən bu dırnaqla işləyirsən bayaqlarından. Get, bu dırnaqla işləməzlər. Bayaqda məni yedirmirsən. Zəng elədilər ki, babam rəhmətə gedir. İcazə verərsiniz, mən gedim. Baban rəhmətə gedib, o haqq dünyasındadır. Amma bizim işlərimiz qalıraq, yəni sənin ora getmən heç nəyə dəyişməyəcək də. Yəni Vəfa xanım nə edirsiniz? Patron çıxdıram. Bahardan sonra patron çıxlamaq həzmi yüngülləşdirir. Siz bizə sağlam lazımsınız. İbrahim, sən nə edirsən iş vaxtı? Karobka daşıyıram, bir dənə su içmək istəyirəm. Yox, nahar vaxtı bitib də, yəni bu Bir qurtum da heç olmasa. başa düşdüm də, belə şeylər. İçib, bir söz deyirəm, belə şeylərə fikir verək. Ay müdür, mənim maaşımı biraz qaldırın da, nə olar? 3500 mənim harama bəs eləyir? Mənim manikürüm var, pedikürüm var, saçım, qaşım, kipriyim. Hələ maşınımın benzinini demirəm. Sən 3500 alırsan. Bəs mən demişdim sənə əlavə hər ay 1500 bonus yazsınlar ver. Yer də onu götürsən, yazıq qalmısan belə. Müdür, qurban, mən valla çatdıramıram. Allah deyən 4 dənə uşaq saxlayıram, 400 manat maaş alıram. Ay İbrahim, sən bilmirsən ki, bizim şirkətimiz nə vəziyyətdədir. Biz bu dəqiqə sən o pulu hardan verir? İndi 4 dənə uşaqdır, dua elə Allah saxlasın. Yaxşı. Biz sizin mükafatlandırmaq qərarına gəldik. Buyurun Vəfa xanım, bu sizin hədiyyəniz. İbrahim bəy təbii ki, sizə də bir mobil telefon hədiyyə verəcəyik. Buyurun. Narazısınız elə bil. İkimizə də mobil telefon, amma biz düşüncəsiz deyilik də. Buyurun, bu onun aksesuarıdır. Mən belə qudurtmayın. Yox, biz heç vaxt işçilərimiz arasında fərq qoymuruq. Özünüz bilirsiniz bunu, düzdür? Sağ olun. Xeyr, işlər.